Elbini sattılar, Elbini getirdiler. Rusya'dan kaçtı geldi Ukrayna'ya. Ukrayna'da bu Elbini sahibi Ali Guliyev'in evinden uğradılar apardılar. Ali Guliyev de şimdi Kurban'ın can muratı, can kardeşi. Bugün de yanımdadır. Bugün de Kurban'ın neçə illərdir Kurbanla el ele verip oyun oynuyor. Bu milleti ele sallar, bu milleti heyvan yerine koyurlar. Bu milletin böyle kızıl kimi oğullarını satırlar, rasvoda verirler. Başına minoyun açtırırlar. Bugün namussuz sıx əlaqədadır, bir bu belədirlər. Hem onu Ali Quliyev, Kurbanı. Bu adamı sattılar ya əməlli başçı. Bu da inanırdı da. Bu da inanırdı. Bu adamları niye satırsınız? Bu adamları niye rasvoda verirsiniz ay Kurban? Ha? Niye? Biz bunu bilirik. Ve çok təəssüflər olsun ki, milletin sözünü deyən oğulları rasvoda verip satan adamları müdafiə edən, ona inanan bədbaxt adamlar verir bu milletin içində. And olsun Allah'a. Hatta ortalıqda özünə mübarizə aparıram deyən adamların özləri belə, bəziləri. Baxıram Orxan Ağayev, özünə bloger deyən Orxan Ağayev. Elvin İsayev'i müdafiə edir. Elvin İsayev'in əleyhinə gedən onun həbs olunmasında və o həbs olunandan sonra onun müdafiəsiz qalması üçün əlindən gələn eləyən qəniməti müdafiə edir. Həmin bu Orxan Ağayev. Əli Kərimini, onun dəfsəsini müdafiə edir. Kardeş niye? Niye? Yani sen bilirsən axı Elvin İsayev'in əleyhinə bunlar nələr eləmədilər, nə alçaqlıq eləmədilər. Bunu niye müdafiə edirsiniz ki kardeş? Yani bu kadar mı düşüncəsizsiniz, bu kadar mı ağılsızsınız? Yani Elvin İsayev'in açışı tutuldu, həbs olundu, müdafiəsiz qalması üçün Qənimət Zahid, Fuad Ağayev, oradan nədir o Fikrət Hüseynlisi, cəbhəçilər hamısı bunun əleyhinə iş yaparlar. Bu ekranda gördüğünüz bu Elvin İsayev'in kardeşi. İş yapardılar ki müdafiəsiz qalsın. Kurban da çıxdı sinəsini cırıqladı ki, o da Elvin kardeşimizdir. Ləyaqətli balamızdır. Biz onu müdafiə eləməliyik. Bütün dünyaya yazacağıq. Hanı yazdınız? Dünyanı nə bilim sirkələyəcəyik. Yazdınız, sirkələdiniz, yox. Demək ki, yalan danışırdınız da. Sən Qurban Məmmədov, o vaxtı Elvin İsayev'in məsələsində dünyaya bildirdin, yazdın, car çəkdin, yox. Tərtər məsələsində sən Qurban Məmmədov dedin ki, bu elə bir məsələdir ki, bu dəhşətdir, dünyanı sirkələyən bir məsələdir. İlham Əliyevi verəcək biz dünya məhkəməsinə, Haqqa məhkəməsinə. Nə oldu, verdin mi? Yox. Hə? Yalan sizsiniz, fırıldaq sizsiniz. Ya siz bu milletin düşmanı, size ne muhalefet? Sizde muhalefet olar ha? Siz bu milletin düşmanısınız siz. Sonra bir tane parlament yarattınız, dırnaq arası girdirme. Haray çəktiniz ki, bütün dünyaya tanıttıracağıq. Yazdın Qurban Məmmədov, dünyaya tanıttırdın, dedin ki, biz parlament qurmuşuq, xalqı təşkilatlandırırıq. Yazdın, yox. Hatta bunu özür istəyirəm. Hatta bunu nədir onun adı? Aba TV. Neydi oğlanın adı? Temur Emin Bəyli. O da dedi. Çıxdı öz dilinə dedi ki, Qurban Məmmədov parlamentlə bağlı beynəlxalq təşkilatlara, nə bilim, da yəni dünya ölkələrini yazıb bildirəcəkdir. Çünki vəkil adamdır. Bunu demişdi Temur Emin Bəyli. O da dedi ki, yazdın, göndərdin, ay Qurban Məmmədov. Yox, niye? Sen bu məsələdə düzgün idinsə, düz adam idinsə, doğrudan da milletin xilasını istəyirsinsə, təşkilatlanmasını istəyirdinsə bu istiqamətdə. Deyirdin ki, mən yazıb göndərəcəm, mənim boynumda yazdın, göndərdin, yox. Bu neçə vaxtda niyə yazmadın? Məqsədi nə idi ki? Ay qardaşlar, ay insanlar, bu adamlar Azərbaycan xalqının düşmanıdır. Bu qurbanlarıdır, bu qənimətləridir, bu fikrətləridir, bu nə bilim kərimliləridir, səqəmbərləridir. Cəmiləsənlisidir. Bunlar Azərbaycan xalqının ləyaqətli müstəqil evlatlarına dəstək vermirlər. Bunlar o adama dəstək verirlər ki, o adamlar o dəstəyə görə onun oyunlarına, alçaqlığına susacaqdır. Necə ki, Orxan Ağayev susub qənimətin alçaqlığına. Müdafiə edir. Biri qənimətdir, Fikrət Hüseynlidir, Əli Kərimin o komandasıdır. Və bu şəkildə gördüyünüz Elvin İsayevin əleyhinə
amansız alçaqlıq elədilər, cındırlıq elədilər. Bunu Orxan Ağayev bilir. Və Orxan Ağayev hansı üzdən bunları müdafiə edir? Bu nə tər mübarizədir? Bu nə tər bəs? Düzlük belə mi olur yəni? Yəni mən Elvin İsayevi müdafiə edirəm. Mən də onun əleyhinə iş aparan, onun satılmasında, onun satıldıqdan sonra, həbs olunduqdan sonra, oğrandıqdan sonra müdafiəsiz qalması üçün əllərindən gələn oğraşlıq eləyən qənimətləri mən müdafiə edeyim. Yəni nətər olur ki bu? Ya bu nə mübarizədir ki bu? Bunun adını nə qoyaq dostlar? Yəni buna nə deyirsiniz siz? Misal üçün mən belə bir addım atsam nə deyirsiniz mənə? Yəni mən qətiyyətli ola bilərəm bir addım atmaqla. Düz adam ola bilərəm. Sizi inandıra bilərəm bununla. Həm Elvini müdafiə edeyim, həm də onun əleyhinə iş aparan, onu satan. Ukraynada belə qəzetdə bunun əleyhinə yazdılar. Həmin bu girdirmə özünə müxalifət deyən ortalıqdakı qənimətləri, o birisi. Ukraynada belə əleyhinə yazdılar onu. Ki güya ki Donbasa nə bilim nə göndərilmiş, nə qarılmış. Belə bir şeylər yazmışdılar. Sonra keçdilər güya bu nədir, Talış bir respublikası qurur. Bunu yazan bunlar olub. Qənimətlər, fikrətlər, Kərimlinin dəstəsi. Bunu yazan bunlar olub. Bunu eləyən bunlar olub. Bunu da bilir Orxan Ağayev. Gene de müdafiə edirlər. O birisi Süleymanlı gene de müdafiə edir. Bu birisi Elşad Məmmədov gene müdafiə edir. Bu birisi Qabil Məmmədov gene müdafiə edir. Niyə? Belə səmimi mübarizə olur. Qətiyyətli, səmimi, kişiyə layiq olan mübarizə belə mi olur? O zaman mən düz yolda deyiləm. Nə belə çıxır ki? Mən Rafael Piriyev düz yolda deyiləm. Mən bunu da müdafiə eləməliyəm Elvin İsayevi. Bunun əleyhinə uğraşlıq eləyənlər də müdafiə eləməliyəm. Eləmirəmsə düz yolda deyiləm mən. Belə çıxır da. Doğru mu dostlar? Məntiqlə düşünüb belə çıxır. Əgər bunların məntiqi ilə yanaşsaq. Soruşanda da sizin adın nə qoyurlar? Deyir, nədir? Mənim azad fikrimdir də. Başa düşmədim, uğraşı müdafiə eləməyin harası azad fikir olubdur? Əclafı, oğraşı, satqını, ikiyüzlünü müdafiə eləməyin harası azad fikir olubdur? Onda Ata Abdullayevi niyə qınırsınız ki? Onda Maqsudu niyə qınırdınız? Onda nədir o Səbuhini niyə qınırdınız? Və yaxud da Rauf Arifoğlu niyə qınırsınız ki? Azad fikirdirsə o da azad fikirdir, onda. Deyək belə deyək də. Yəni heç tür düz gəlmir. Haqqı niyə parçalayırsınız ki? Haqqı niyə zələr günə qoyursunuz ki? Ya ondan olun, ya bundan olun da. İndi bilirik, qənimətdir, Əfqanıdır, Orxan Ağayevə, nə bilim, və yaxud da digərlərinə olsun, qabilinə kimi dəstək veriblər oturum almaqları üçün. Amma bu argument deyil, axı, sən mənə dəstək ver oturum almağım üçün, sonra da sən oyun, alçaqlıq elə, mən sana sakit qalım. Belə şey olur, belə düzgünlük olar, belə mübarizə olar. Olmur, qardaş, üst-üstə gəlmir. Üst-üstə gəlmir. Meydandaşçıların belə baxırsan sinələrinə döyüb mən haqlıyam deyənlərin özləri belə düz yolda deyirlər elə. Özlərin belə seçimləri düzgün deyil elə ki. Düzgün seçim yoxdur. Həm bunu müdafiə edir Elvin İsayevi. Həm də İlham Əliyev rejiminə xidmət edən ortalıqdakı özünə müxalifət jurnalist deyəni müdafiə edir. Qardaş, niyə? Sən bununla bizə nə kimi nümun olursan ki? Və mən sənin çıxıb əleyhinə danışmalıyam da. Bilirsiniz dostlar, qətiyyətli olmaq lazımdır. Düz demək lazımdır. Mən sənə oturum olmaq üçün dəstək verirəm, o demək deyil ki, mən oyunu oynayacağım, sən bana sakit qalasın. O dəstək deyil ki o. Bu əsir düşməkdir. Əsir düşməkdir. Bu mənə oturum almaq üçün sənət verib, dəstək verib. Bu nə oyunu oynayır, mən ona qarışmıram. Belə bloger mi olur, belə müstəqil mübarizə aparan mı olur? Özünüzü düzəldin. Haqqı deyin, doğruları deyin, qardaş. Haqqı deyin, doğruları deyin, qardaş. Ay insanlar. Belə şey olur. Mən siz dostlar, həqiqətlər dediyim üçün mən, bəzən mənə deyirlər, nədir, birləşin, niyə birləşmirsiniz, bir-birinizə qarşı çıxırsınız. Bax, bu şeylərə görədir də. Mən deyirəm ki, mübarizəni təmiz apar da, qardaş. Allah sana ağıl verir, şuur verir. Rafael Piriyev sənə yaxşılıq da eləyə bilər, sənə müdafiə eləyə bilər. Amma Rafael Piriyev oyun oynayacaq, çizdili edəcək, alçaqlıq edəcək. Sən ona niyə susasan ki? Başa düşənmədim mən, misal üçün deyirəm. Sən ona niyə susmalısan ki? Anlamadım. Mən susmuram. Mən kim olur olsun.
Mən düzə eləyərəm. Tutar çünki məni hədəf aparıb çıxardan qardaş düzlük olacaq.